Salam Mersin vətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, hörmətli Azərfreedom ailəsi və TikTok ailəsi, eşq olsun, hamımızı xoş gördük. Maşallah, TikTokda artıq fəallı başlayıbdır. 45 nəfəri keçdi, 46 oldu, yavaş-yavaş artacaq. 150 nəfəri də YouTube'da dinləyicilərin sayı keçib və ümumi sayımız 164.179'dur. Yəqin siz dünən gördüğünüz rəqəmlərin bugünü belə müqayisə edəndə görürsünüz geriləmə var. Değil mi? Son vaxtlar mütəxəssislər izləyirlər. Azərfreedlə bağlı nəsə baş verir. Bilmirəm, bu indi Azərbaycan hökuməti ilə bağlıdır. Azərbaycan orada nəsə edir ya ümumi YouTube mərkəzdən nəsə edir deyə bilmərik. Amma dostlar, biz öz işimizi davam elətdirəcəyik. Azərbaycan xalqı haqqın, həqiqətin harada olduğunu gözəl bilir. Doğruları kimin dediyini, kimlərin dediyini və hansı qaranın dediyini əla bilir. Ona görə də heç şübhələnmirəm ki, izləyicilərimiz hamısı yerindədir və bizim apardığımız bu iş gec və ya tez nəticə verəcəkdir və yalnız bizim iş nəticə verəcəkdir. Onu biləsiniz dostlar. Tezliklə görəcəksiniz. Söhbət nədən gedir? Bizim bugünkü verişimizdə Azərbaycan siyasətinin və ya siyasətçilərinin qızdırma tutub. Deməli, qəribə şeylər baş verir. Bugün bu məsələdən danışacağım, ola bilsin ki, vahid bir süjet görməyəcəksiniz bizim bugünkü efirdə. Müxtəlif mövzulardan danışıb, nümunələrsə təqdim edib, ümumi bir nəticə gələcək ki, niyə bu şeylər baş verir? Belə mi olmalıdır? Məsələn, siyasətçi çıxır, bugün bir söz deyir, bir proqnoz verir. 3 gündən sonra dediklərinin yanlış olduğu ortaya çıxır. Adam çıxıb, üzrü cəhənnəm. Niyə belə dediyini və verdiyi proqnozun niyə yanlış olduğunu, niyə səhv nəticə çıxardığını izah eləmir xalqa. Əvvəlki yeni ağıllı danışmada davam edirlər. Və çox maraqlıdır ki, əksəriyyəti bu vəziyyətdədir dostlar. Bilirsiniz, bu İsrailin İrana hücumundan sonra Azərbaycanın məni o dünya, Türkiyə və s. maraqlandırmır siyasətlərim, bizim öz vətənimizin daxili problemləri bizi daha çox narahat edir. Azərbaycan siyasətçilərinin, politologlarının, nə bilim, ziyalıların, televiziya aparıcılarının bir çoxunun baş verən hadisələri, geosiyasi vəziyyəti düzgün analiz edib qiymətləndirə bilmək bacarığının olmadığı ortaya çıxdı. Biz baş verən hadisələrə hissi, emosional və öz arzu və istəklərimizə uyğun şərhlər verməyə sanki çalışdıq. Biz deyəndə yəni bir çoxları. Xüsusilə İranın Qarabağ məsələsi ilə bağlı, Ermənistan-Azərbaycan münasibətlərində, elə də Zəngəzur dəhlizinin açılması ilə bağlı, Türkiyə və Türk dünyası ilə bağlı İran indiki hakimiyyətinin yanlış mövqeyindən dolayı insanlar sanki İsrailin bu hücumunu şəxsi qisasları kimi qəbul edib, İranın məhv olmasın, İranın parçalanmasın, rejimin çökməsin və s. belə şeyləri, arzuları dillə gətirdilər. Bütün bunlar isə siyasi analizdən ya da siyasi fəaliyyətdən, siyasi elmdən çox uzaq bir şeydir. Bunu göstərir ki, bizim siyasətçilərimiz, Azərbaycan siyasəti kamil deyil, mükəmməl deyil. Ən, belə deyək də, vacib anda elə səhvlər buraxırlar ki, milləti və dövləti məhv apara bilər. Təəssüf ki, Azərbaycanda həm bugünkü hakimiyyət, həm Azərbaycanın müxalifəti, həm də Azərbaycan ziyalısı, dırnaqarası özlərini ziyalı sayanlar eyni, belə deyək də, səviyyə malikdirlər, eyni düşüncə tərzdə malikdirlər. Biz bu barədə danışacağıq. Deməli, bilirsiniz, bu 12 günlük İsrailin təcavüzündən sonra başlanan ki, müharibə var idi. Bu dayanandan sonra
Sabir Rüstəmxanlının bir müraciəti yayıldı. İranın dini rəhbərinə ki, bəs sən istifa ver. Ona məsləhət verməyə başladı. Adam öz ölkəsində öz ailəsinin normal duranda idarə edə bilmir. Adam Azərbaycan hakimiyyəti ilə cinayət əlaqəsinə girib mandatar verilə məşğul neçə illərdir. Adam 493-cü ildə baş verən silahlı dövlət çevrilişinin iştirakçısıdır. Adam son parlament seçkilərində arvadı ilə bir yerdə seçki saxtakarlığı cinayətində iştirak edib. Bir sözlə, adam öz ölkəsində baş verən bunca faciələrə reaksiya vermək kişiliyi və qabiliyyəti yoxdur. Adam durub İsrailin tarixində ilk dəfə ona qalib gələn bir dövlətin hər hansı bir məmuruna məsləhət verir. Sabir Rüstəmxanlı, yəni deyirəm, İsrail yarandığından bu günə qədər ona qalib gələn, onun ərazisini birbaşa bombalayan raket zərbəsi ilə bir dövlətin hər hansı bir məmuruna məsləhət verir. Dostlar, bir adama məsləhət verməmişdən qabaq, gərək mütləq bir baxarsan özdən ki, sənin buna mənəvi haqqın və səviyyən çatırmı? Niyə biz Sabirdən başladıq? Çünki bu barədə çox sayılı mənə müraciətlər var ki, bəs niyə susursan, niyə bu barədə danışmırsan? Dostlar, açıq deyim, başımız o qədər başqa mövzulara qatışıb ki, son vaxtlar bəzən daxili ekidən prosesləri də izləyə bilmirik. Amma çalışacaq ki, yerine qaydaq öz daxili problemlərimizə. Məsələ nədir? Bir dəfə Bəhluddanəndəni padişah çağırır, onu alçatmaq üçün, təhqir eləmək üçün vəzir vəkilini toparlayır, bir çarovuzun qırağında otururlar. Şah deyir ki, Harun Rəşid, deyir, Bəhlul, deyirlər, sən çox hacı cavab ağırlı adamsan, deyə bilərsənmi bu hovuzda neçə qab su var? Böyle baxır, başa düşür şahın sualının məqsədini, deyir, şah soğusun, qaba baxır. Qab əgər hovuz boydadırsa, bir qab, yarısı boydadırsa, iki qab, dörddə bir boydadırsa, bir did gedir. İndi bunun hikməti nədir bu məsələnin? Bir adama, bir prosesə, bir şeyə, nəyəsə qiymət vermək üçün sənin bir ölçü qabın olmalıdır. Sənin savadın, dünya görüşün, siyasi hazırlığın, elmi nəzərə bildiklərin o müzakirə elədiyin şeyi qiymətləndirmək üçün imkan verməlidir. Və yaxud da son vaxtlar bilirsiniz də, tez-tez rast gəlirsiniz hamınız öz həyatınızda, xüsusilə dini müzakirələrdə, dinləri müzakirələrdə fərqi yoxdur, xristianlıq olsun, istər İslam olsun. Bir də baxsan ki, qızğın bir müzakirə gedir və 4-5 saata müzakirədən sonra aydın olur ki, tərəflərdən ya biri, ya da hər ikisi nə İncil oxuyub, nə Tövratda xəbəri var, nə Quran kitabı, Quran-ı Kərimi bir dəfə də açıb oxumayıb əvvəldən axıra qədər. Ola bilsin ki, bir dənə ayə buradan oxuyub, kitabda açıb belə baxıb, bir dənə buradan oxuyubdur. Yəni Quranın xəbəri yoxdur, oturub Quran-ı Kərimlə, dinlə bağlı saatlarla səndən müzakirə edir. Nəysə inkar eləmək istəyir. Siz sosial şəbəkələrdə belə müzakirə tez-tez görürsünüz. Adamlar İslam dininin əleyhinə, onların arasında mənim şəxsən tanıdığım, hüquqşünas kimi savadlarına da bələd olduğum, səviyyələrində da bələd olduğum, normal insandır, ziyalı kimi tanıdığım bəzi adamlar var. Baxırsan, deyirsən, Allahım, görürsən bunun səbəbi nədir? Adam hüquqşünasdır, ali savadlı adamdır, Allah Teala ağıl verib, huş verib, baş verib. Axı bu Quran-ı Kərimi oxumayıb ümumiyyətlə, xəbər yoxdur Qurandan, dindən xəbər yoxdur. Niyə bu dinin əleyhinə, Quranın əleyhinə ağzı gələn danışır? Sizcə bunun səbəbi nədir dostlar? Bu tərbiyəsizlikdirmi? Bu mədəniyyətsizlikdirmi? Bu əxlaqsızlıqdırmı? Bu özünə qiymət verməməkdirmi? Ya qarşısındakini dolamaqdırmı? Ya boşluqdan elə belə də mırtfırım, vaxtım keçsin, avaralanmaqdırmı? Ya nədir bunun səbəbi, nədir sizcə? Bir insan, məsələn,
oxumadığı bir kitab haqqında necə danışa bilər? Sən Dədə Qorqudu sən oxumamısansa, Dədə Qorqud üzrə bir mütəxəssis bu dastanın araşdırması ilə oturub sənin Dədə Qorqud boylarını müzakirə etməyin nə dərəcədə etik və əxlaqidir. Bu şeyləri mən buradan danışıram, hamı üçün dostlar. Burada məxsusi söhbət Sabir Saxmanında bir adamda kiməsə getmir. Ümumiyyətlə bizim tək siyasətlərimizdə deyil, ziyalarımızda, vətəndaşlarımızda belə bir xəstəlik var. Bilmədiyi prezidenti danışsın. Sanki elə bunun danışmaq öhdəliyi var. Knopkasını basırsan hər şeydən danışır. İnsan bilmədiyi, oxumadığı, dəqiq hakim olmadığı mövzu ilə bağlı danışmamalıdır. Sadəcə dinləməlidir. Əgər o barədə danışanlar varsa, adam əgər ağlı yer, huşu başı yerindədirsə, sadəcə dinləməlidir. Ona qaranlıq qalan bəzi məsələləri aydınlaşdırmaq üçün sual verilməlidir. Heç bir halda oxumadığı, bilmədiyi, öyrənmədiyi mövzuda tərəf olmamalıdır. Qarşı fikir deməməlidir, deyə bilməz. Mümkün deyil, sən xəbərin yoxdur bu mövzudan. Birisi bu nəyə bənzəyir? Bir şey, mən huşunasam, dururam, məsələn, fizika sahəsində bir müəllimlə, ya bir tarix müəllimindən tarix hadisələri başlayırım ona mübahisə eləmək, sən düz demişsən, nə bilim, bu belə olubdur. Adam da tarixçidir, o sahədə kitab yazır, elm adamıdır. Ya kimsə durub mənə hüquqdan, mülki hüququn hər hansı bir institutunun, hər hansı bir maddəsinin doğru ya yanlış olduğu barədə danışır. Adamdan soruşursan ki, sən mülki məcəllərini ümumiyyətlə görübsən, o kitab nə olan şeydir, nədir o mülki məcəllələr? Aydın o ki, o kitabın özü görmüyor. Bu təsəvvür yoxdur ki, məcəllə nədir, bu bir qanun nədir, maddə nədir, bət nədir, yarım bət nədir, cümlə nədir, abzası bilmir bu şeyləri. Bu danışır. Bu dostlar, siyasətdə qızdırma xəstəliyidir. Tutanda o adam başlayır əsməyə, o adam qızdırmalı adam titriyir, başlayır bəzən də danışığını itirir. Azərbaycanda çox təəssüf ki, siyasətin qızdırması xəstəliyini tutan xeyli adam var və bu İsrailin, terrorçu İsrailin İrana təcavüzündən sonra daha çox peyda oldu. Bugün biri çıxıb efirə deyir, nədirsə yaxşıdır. Deyir, İran, Azərbaycan deyir, ordusu istədiyi vaxt Təbrizi girib ala bilər. İrana görə deyir, Təbrizi alar. Mən buradan bütün televiziya rəhbərlərinə, aparıcılara müraciət edirəm. Xüsusilə də dövlət rəsmilərinə. Bu milləti doladığınız bəsdir, yetər. Tərbiyəniz olsun, qanacağınız olsun. Bu milləti uşaq kimi qabağınıza qoyub beyni belə boş-boş şeyləri doldurmayın. Bu əxlaqsızlıq, bu düşmən, bu xalqa düşmənçilikdir. Dostlar, bu tərzdə verilişlər, bu tərzdə danışıqlar, bu tərzdə dırnaqarası siyasət aparmaq Azərbaycan xalqının normal düşünmə və qiymətləndirmə imkanından, xalqımızın normal belə deyək də sağlam qərarlar qəbul etmə imkanına məhrum edir. Xalq bilmir ki, belə situasiyada necə yanaşmaq lazımdır. Necə Azərbaycan ordusu istədiyi və Təbrizə girə bilər, Təbrizi götürər. Təbrizdən mən verdim o gündən sizə. Təbrizdəki qalxdı ayağa, tükürdü də bizim Azərbaycanda fəaliyyət göstərən bəzi qədələrin, xüsusilə İlham Əliyevin üzünə tükürdü ki, ay İlham Əliyev, belə deyirdin. İndi sən İsraili dəstəkləyirsən. İsrailin yanındasan və Təbriz deyirdin. Təbriz bombalanır, adamlar ölür. Hardasınız siz?